Musayev Hüseyin Fətəlioğlu. Hüseyin, bax ilk radar sənə nə vaxt gəldi və sən hansı maşın sürürsən, necə oldu onu ödədin? Mənə ilk radar gəldi, onu 3-cü ay. Hamı kimi mən də ola bilər də maşın sürürəm, ola bilər radara düşmüşəm, ödədim. Onu ödədim. İkinci radar gəldi mənə. İkinci radar gələndən sonra şübhələndim ki, mən axı radarı ödəmişəm, cəriməmi ödəmişəm. Bu radar mənə gələ bilməz. Aydınlaşdırdım ki, başqa maşınla mənə radar gəlib. Aydınlaşdırdım SMS radarla. Aydınlaşdırdım ki, 06 markalı maşın mənim qeydiyyat, eyni mənim qeydiyyat 03BH 988 mənim nömrəmdir, maşınımın nömrəsi. Eynən həmən nömrədə 16-dadır. Araşdırdım ki... Fərq nə idi? Səndə 015 deyil? Bəli. Məndə 015-dir, o isə 06 markalı maşındır. Araşdırma nəticəsində aydın oldu ki, bu maşının cəriməsi mənə gəlir. Necə? Nömrəyə dövlət qeydiyyat nişanına müdaxilə eləyib həmən adam. O kimdirsə bilmirəm. Ardıcıl olaraq 50 gəldi, 50 manat radar gəldi. Baş dövlət yol polisinə müraciətim əsasında o 50 manat silindi. Təzədən maşınımı texniki baxışdan keçirmək istəyirdim. Mənə zəng elədi aidiyyəti orqanlar. Sənin maşının 3 dənə cəriməsi var. Mən də Cəlilabad rayon polis şöbəsində araşdırdım. O 3 dənə cərimə çıxarış şəklində, fotolar şəklində mənə təqdim olundu. Həmən təqdim olunan şəkil 06 maşının şəkilləri idi orada. Mənim adımda hal-hazırda 150 manat. 150 manat cərimə. Buna görə sənin üçün hansı problem yaradır bu? Mənim üçün hansı problem yaradır? Mən maşınımı idarə edə bilmirəm. Ona görə heç yerə gedə bilmirəm. Sürə bilmirəm avtobusu. Niyə görə? Səbəbi nə? Nəyə görə? Texniki baxışdan keçməmişəm, maşınımın sənədlərin qaydasına sala bilmirəm. Bax, bu hadisə ilə bağlı aidiyyət üzrə haralara müraciət eləmişsən və cavab nə gəlib sənə? 902 xidmətinə zəng eləmişəm, düşə bilməmişəm. 902 xidməti qayının qaynar xətti, ona düşə bilmirəm. 102 xidmətinə də zəng eləmişəm, cavab yoxdur. Digər hansı orqanlar? Baş dövlət yol polisləri arasında müraciət eləmişsən? Baş dövlət yol polisinə müraciət eləmişəm, bəli. Nə cavab gəlib? Cavab gəlməyib. Hələ ki cavab gəlməyib. Müəllim, mən ondan ehtiyat eləyirəm ki, bu başqa cinayət törədə bilər. Yol hərəkət qaydalarını poza bilər, adam vura bilər, başqa cinayətlər törədə bilər. O cərimələr mənə gələcək. Xahiş eləyirəm aidiyyəti orqanlardan bunu araşdırıb tapsınlar. Çox xahiş eləyirəm. Bakı-Qazax yolu. Sonra o dedimi mən səhvən ödəmişəm. O da Bərdə, hansısa Bərdə yolu elə şeydir. Hə. Hamısının məndə SMS-ləri var, şəkilləri var. Yəqin ki, bu dövlət yol polisində də olar da. Heç birisində də sənin vazifən yoxdur. Heç birisində mən yəni o yollarda olmamışım qəti şəkildə. Xahiş eləyirəm aidiyyəti orqanlardan bunu araşdırsın, bu adam kimdirsə tapılsın. Çox xahiş eləyirəm. O geçsin, ürəyəm durmasın. Mən qalmışam biletimə. 8-ə müdaxilə eləyəcək. Bəli.